Bu gün xəstələrin xəstəxanalardakı qəbulu necə aparılır? Bilirsiniz, xəstəni xəstəxanaya deyirlər qəbul eləməyin, yoxlayın. Ta ki operasiya ona lazımdır, sən edəcəksən. Haman günü səhərdən o yazıq nə bilim Naxçıvanın kəndindən, Qazaxın kəndindən, nə bilim Qubanın kəndindən gəlmiş o xəstə gərək Bakıda yurt tapsın, kimin hardaysa bir təhər yerləşsin, eləsin ki, operasiya olan günü artıq hazırlanmış diaqnostik üsullar hamısı tətbiq olunub, operasiya göstəriş var. Nəhayət o səhər sübdən gərək gəlsin, onu xəstəxana qəbul eləsinlər və o müalicəsini alsın. Balam, belə düşüyorlar, bu yazıq adam, bu gəlib, sən həkim görür ki, bu operasiyalıqdır, ağırdır vəziyyəti. Niyə sən onu xəstəxanaya qoyub bir neçə gün həm operasiya hazırlayasan, həm yoxlamalarını aparasan, həm onun rahatlığını da təmin etmiş olasan. Hörmətli cənablar, axı bu xəstə ilə xəstə arasında fərq var. Operasiya ilə operasiya arasında fərq var. Xəstəliklə xəstəlik arasında fərq var. Necə sən bunu 5 gündən sonra deyir ki, yaz evinə geçsin ya da gəlib pul versin. Qaydaya salmaq lazımdır. Belə olmaz. Bəli. İnsan gərək qayğı görsün.